Salyan ictimaiyyəti ağır itki ilə sarsılıb. Rayonda tanınmış iş adamı, xeyirxah əməlləri ilə insanların hörmətini qazanan Fərahim Yusifovun qəfil vəfatı hər kəsi dərin kədərə boğub. Baku Postazın News 24-də istinadən verdiyi məlumata görə 43 yaşlı sahibkar dünən axşam saatlarında ürək tutması keçirib. Təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bu acı xəbər təkcə ailəsini deyil, onu tanıyan, onunla çalışmış, xeyirxahlığından faydalanmış yüzlərlə insanı sarsıdıb. Fərahim Yusifov Salyanda geniş ticarət şəbəkəsinə sahib olmaqla yanaşı, xeyriyyəçilik fəaliyyəti, ehtiyacı olanlara göstərdiyi kömək, səmimi münasibəti və insanpərvərliyi ilə seçilirdi. O, bir çox ailənin sevincinə səbəb olmuş, çətin günlərində insanlara dayaq olmuşdu. Gənc yaşında həyatla vidalaşması onu sevənlərin qəlbində böyük boşluq yaradıb. Sosial şəbəkələrdə və rayon ictimaiyyətində mərhumla bağlı paylaşılan başsağlığı mesajları onun necə dəyərli insan olduğunu bir daha göstərir. Fərahim Yusifovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin ailəsinə, yaxınlarına və bütün Salyan ictimaiyyətinə dərin hüzünlə başsağlığı veririk.